Arkadaşlar 13-cü suala baxaq. 13-cü sual sifət bölməsinə aiddir. Baxın, zən. Zən hansı dərəcəni yaradır? Müqayisə. Müqayisə nə ilə düzəlir? İa-la, mu-la. Və yaxud mu-dan sonra gələn sifət ia qəbul edə bilməz. E variantımız səhvdir. Yalnız cavab qalır A variantı. 14-cü sualda baxın, hasn't to birləşməsi yoxdur. Qalan didn't have-in to-su yoxdur. Qalan birləşmələr, modal feillər doğrudur. Amma baxın, burada cümlədə was hansı zamandadır? Keçmiş. Biz də keçmiş modal feil götürməli. Keçmiş modal feilimiz hansıdır burada? Could not. 15-ci suala baxaq. Which word does not go with the other? Hansı söz digərlərindən fərqlənir? Baxsaq burada. Məsələn, skirt, shirt, köynək, dress, don, skirt, yubqa, suit, costume. Bunlar hamısı paltara aiddir. Bir də tree burada nədir? Ağacdır. Fərqli sözümüz hansıdır burada? A variantı. 16-cı sualda how many of the following words are closing in the meaning? Yəni bizdə deyir neçə yaxın mənalı cümlədə söz işlənmişdir. Və burada let icazə verməkdir, bir də allow it icazə verməkdir. Deməli burada neçə söz işlənib? 2. Cavab qalır B variantı. 17-ci testə baxaq. The wind has stopped. Külək dayanmışdı. But it is still raining. Amma yağış hələ də neynir? Yağırdı. Cavab qalır Y variantı. 18-ci testdə bizdən ismi soruşur. Baxın, T-dir, səliqəli sifətdir, hard sifətdir, weak sifətdir, dry-da sifətdir. Amma cavab qalır C variantı. Yəni, finger, barmaq, honey, bal, ticket, bilet. 19-cu testdə baxın, did hansı zamanda? Keçmiş. Keçmiş zamanda məhsulun üstü necə olur? Was-u üstəgəl possible-dur. Burada was-u hardadır bir dənə? C variantında. Deməli, 20-yə baxaq. 20-də breeze meh deməkdir. Baxın, 1-ə C-dir, yüngül külək. B-yə saqqal deməkdir. 2-yə A-dır, Z-yə on, emen, çayın. Deməli, bir kişinin çənəsində olan tük, o da nədir? Saqqaldır. 2-yə də burada olacaq A variantı. 3-ə də nədir? B-dir. Çünki battle döyüş deməkdir. Fight between army during a war. Müharibə ərzində ordular arasındakı olan döyüş. 3-ə də olacaq B variantı. Yəni, burada cavab olacaq, B götürsək, 1-ə C, 2-yə A, 3-ə də B. 1-ə C, 2-yə A, 3-ə B, cavab qalır D variantı. Deməli, 21-ci suala baxaq. 21-ci sualda I celebrate Thanksgiving Day with my classmate. Deyir, mən şükranlıq bayrağını öz sinif yoldaşlarım ilə qeyd edirəm. Kimin ilə qeyd edirəm? Sinif yoldaşlarım ilə. Vizi ilə Lalə. 22-ci suala baxsaq. Suallar, deməli, bu qot hansı zamandadır? Keçmiş zamanda. Variantlara baxaq. Bir dənə keçmiş burada hansıdır? Tookdur. Yəni, cavab qaldı burada D variantı. 23-cü sualda, baxın, votdan sonra müftada gəlib söz sırası pozulub. V'dən sonra, votdan sonra müftada gəlib söz sırası pozulub. Həddu modal feilinin sualında hədin özü ilə yox, didlə düzəlməlidir. Burada hədlə düzəldiyinə görə 4 D variantımızda səhvdir. Diddən sonra heç vaxt feil 3-cü şəxsin təkində ola bilməz və yaxud keçmiş də ola bilməz. Burada həz 3-cü şəxsin təkidir. E variantda səhvdir. Cavab qalır C variantı. Deməli, 24-cü testdə hope ümid etməkdir. 1-ə C olacaq. Deməli, 1-ə C-dir. 2-ci testdə hide gizlətməkdir. 2-yə A-dır. 3-də hide tələsməkdir. 3-ə də olar. Deməli, 2-ci testdə hide gizlətməkdir. 2-yə B-dir. 3-cü testdə hide tələsməkdir. 3-ə də nə olur? A olur. Yəni, 1-ə C, 1-ə C, 2-yə A. 1-ə C, 2-yə A. Deməli, cavab qalır B variantı. 25-ci sualda, baxın, burada söz önünə qədər olan hissəmiz tək olduğumuza görə xəbər tək olur. 1 doğrudur. Və zeri-zira ifadəsindən sonra gələn mübtədamız cəm olduğuna görə və xəbərimiz də cəmdir. Ona görə burada cavab qalır 1, bir də 2. 3-cü testdə söz önünə qədər olan hissəmiz cəmdir. Burada was xəbərimiz təkdir. 4-cü testdə söz önünə qədər olan hissəmiz cəmdir. Burada da was xəbərimiz nədir? Təkdir.